Qışda üzümüzə C vitamini vurmaq niyə vacibdir? 1. C vitamini yaydan qalan ləkələri açır, dəri tonunu bərabərləşdirir. 2. Dəridə kollagen istehsalını artırır, qan dövranını gücləndirir. Uzunmüddətli istifadəsi isə incə qırışları belə açır. 3. Dərimizi soyuq havanın zərərlərindən qoruyur. Dərdəki quruluq, mat görünüş istifadədən sonra azalır və dərimizi daha canlı və parlaq eləyir. Bildirim ki, üz dəriniz mənimki kimi həssasdırsa, hər C vitamini tərkibli krem yaxud da ki serum üz dərinizə düşməyə bilər. Özəlliklə allergik dərilərdə qıcıqlanma və qızarıqlıq problemlərinə səbəb ola bilər. Sizə bugün istifadə eləyib həqiqətən də faydasını gördüyüm İvraşe markasının C vitamini tərkibli Glow Energy seriyasını tövsiyə edəcəm. İlk növbədə bildirim ki, məhsulun yağlı bir teksturası yoxdur. Yəni sanağa meyilli dəriniz varsa, sizin üçün ideal məhsuldur. Tərkibinin 97% bitkilərdən ibarətdir. Üzdə ağırlıq, yapışqan bir hiss yaratmır. Dəriyə tam hopur və parlaq bir görünüş bəxş edir. İstifadə qaydası isə səhər və axşam üzünüzü təmizlədikdən sonra toniklə balanslaşdırırsınız. İlk növbədə birinci siz üzünüzə serumu vurub 5-10 dəqiqə gözləyirsiniz. 5-10 dəqiqə müddətində gözləmə burada çox vacibdir. Çünki həmin mərhələdə serum bizim üzümüzə tam hopur. Daha sonra isə gözaltı kremi və üz kremindən istifadə edə bilərsiniz. İvraşenin C vitamini tərkibli Glow Energy seriyasını İvraşenin bütün filiallarından və İvraşe az saytından əldə edə bilərsiniz.